Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 10 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Bu səbəbdən də martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris ediləcək. Martın 7-də Elm və Təhsil Nazirliyində Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilən təhsil kreditləri üzrə 50 mininci müqaviləni rəsmiləşdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü kurs tələbəsi Ləman Pənahova ilə görüş keçirilib. Əvvəlcə Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədri Bəhruz Əzimov fondun 3 illik fəaliyyəti, əldə olunan nəticələr, eləcə də əlaçı tələbələrə geri ödənişlər zamanı edilən güzəştlərlə bağlı təqdimatla çıxış edib. Daha sonra Elm və Təhsil naziri Emin Əmrullayev fondun təhsilin əlçatanlığı və ölkənin ali təhsil sistemindəki rolunun vacibliyindən danışaraq, qurumun bu istiqamətdə vətəndaşların sosial rifahına töhfə verdiyini qeyd edib. Ləman Pənahova da öz növbəsində təhsil kreditlərinin regionlarda onun kimi təhsil alan tələbələrin, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib. Sonda Ləman Pənahovaya təşəkkürnamə təqdim edilib, xatirə fotosu çəkilib.